Yine de icazə verin. Kendimizde, elimizde, obamızda böyle güzel tədbirlərin təşkilatçısı, ideya verəni, senarisi yazanı Hidayət müəllimə söz verək. Hidayət müəllim, buyurun. Bütün qonaqlara xoş gəldin deyirəm. Burada çox dəyərli, gözəl ziyalılar əyləşiblər. Allah sizləri var eləsin, həmişə hər yerdə tapılmağa Allah qismət eləsin. Borçalımızın ən gözəl tədbirlərində iştirak edir və millətimizə, xalqımıza bu bizim xidmətimizdir. Bununla bağlı olaraq hər birinizə uğurlar arzu edirəm. Bugün xoş bir günə yığışmışıq. Elimizin çox dəyərli oğlu, mərfətli oğlu, mədəni oğlu, hərəkətinlə, danışığınla həmişə özünə hörmət qazandıran Binəli Bayramın bugün həm ad gününə, yubiley gününə, həm də təbii halda deməli ilk şeirlər kitabının təqdimat gününə, yəni bu iki günün bir günə düşməsi də çox gözəldir, alqışlayıram və birinci dərəcəli Binəli qardaş səni ürəkdən təbrik edirəm. Mən Binəliyi çox əvvəldən tanıyıram və tarih eləyib ki, bizim bir yaxınlığımızla, bir belə deyim ki, əmsi ailəsindən dostluğumuz da olur. Bu müddətlər ərzində Binəlinin tam mədəni, həqiqətən də ziyalı adına layiq hərəkətlərinin dönə-dönə şahidi olmuşam. Sonralar da bayaq dediniz ki, bu kitab təzə çıxıb. Amma Binəlinin deməli, müxtəlif Facebook'da, bu Instagramlarda bu şeirləri çap olunur, deyilir və mən də bunun ilk, belə deyim ki, araşdırıcılarından, ilk dinləyicilərindən biri olmuşam. Alqışlayıram. Yəni əvvəlindən başlamayıb, sonradan yazan bütün insanların hər birini ürəyi doludur ki, o şeyləri fikirlə, dillə, cümlələrlə deyə bilmədiklərini şeir dilindən deməyə çalışır və bütün kimlər ki, özündə bir təpər tapıb bu şeyləri sonradan da olsa yazmağı bacarırsa, alqışa layiq olurlar. Çünki həyatda nəsə özündən sonra bir iz qoyub gedənlərdir. Yazmayıb getməkdənsə, yazıb getmək daha məqsədə bundur. Alqışlayıram bir daha səni. Bu ilk kitabında indən sonra da daha dönə-dönə arzu kitabların gəlsin və bir hissəni də oradan nəzərinizə çatdırmaq istəyirəm ki, Binəlinin şeirlərinin demək olar ki, əksəriyyətində çox da ümumi biraz qruplaşdırmaya keçsək, bir türk və türkçülük, ikinci vətən sevgisi, üçüncüsü müxtəlif deməli olan insanlara qarşı ürəyindən qopub gələn sözlərdir. Hər üçü də hamımız üçün bugünkü həm gündəmdə olan, həm də hamımıza maraqlı olan gözəl mövzudur. Əvvəla türk və türkçülük bizim qanımız, dilimiz, canımız, çoxdan türk deməyə çətinlik çəkdiyimiz bir mövzumun bugünkü günü formalaşmasında Binəli Bayram və onun kimi bir çox şairlərimiz, yazıçılarımızın onda bu sözləri tez-tez təkrar eləməsi, bu duyğuları insanlara yaşatması bizə yenidən köhnəliyi, yenidən belə deyim, keçmişimizi, əvvəlimizi qaytarır. Alqışlanmasa aldı. Vətəni sevmək, vətənlə bağlı olan şeirləri yazmaq, valla Binəlinin bir ən çox bu pandemiya dövründə təkcə kəpənəkçi ilə yox, Borçalı ilə, Borçalının dağlarıyla, Borçalının ab-havasıyla, kəpənəkçi yaylaqları, müxtəlif toponimlərlə bağlı yazdığı şeirlər həqiqətən tarixdə bu Borçalının adının da qalmasına, dənizdə bir damla olacaq qədər də olsa xeyri olan şeylərdir. Bu da alqışlarına saldı. Və özünə yaxın olan insanların, kimlərinsə haqqında şeir yazırsan, kimlərsə sənin haqqında şeirlər yazırsa, bu da gözəl insana, xas insana mənsub olan gözəl xüsusiyyətlərdir. Alqışlayıram səni, bir daha uğurlar arzu edirəm. Neçə belə kitabların müəllifi kimi səni bu kənddə qarşılayaq, bu salon açsın, daşsın, olsun. Biz də fərəhlə əl çalaq, alqışlayaq. Sağ olun.